bu qutu yenə gəldi. 2 dənə qutu dayanıb gözümün önündə. Biri böyük, biri kiçik. Getdikcə də yekəlir. Studiya boyda olacaq ay Ramil bəy. Nə deyirsən? Bizə bir qutu göndərən yoxdur qardaşım. Nə bizə ev verən var, nə bizə torpaq verəmən. Sənlə mənim taleyimə özün işlə, özün qazan. Vallahi da. Özüm deyirəm Eldar müəllim, gedib otururam deyəm. Küveytdən gələn o gözəl Məsumə xanımın yanında alım da mənə də versinlər. Xoşqadan xanım, mən bu yaxınlarda istirahət mərkəzində oldum. Çoxlu sevənlər var. O istirahət mərkəzində? Bəli. Maşatçılarını televiziya vasitəsilə sizlərə çatdıracağım. Ona görə də onların arzu və istəklərini nəzərə alaraq sizə onların səmimi salamlarını yetirirəm. Çox sağ olsun. Və arzuluyla ki, Xoşqadam xanım Doğuş bəylə bir də ora gəlsinlər. İnşallah vaxtım olarsa, bazar günü bizim dostumuzun Viyanada deməli toyudur. Məni də çağırıblar. Biletlərə qədər alıblar. Doğuş bəyin dostum. Biletlərimizə qədər alıblar. İnanın da pul da xərcləməyəcəm. Amma gedə bilmirəm çünki sabahları söz vermişəm. Goranboyda Medlife klinikasında olacağım. Cahit Şahbazov orada icbari sığorta ilə əməliyyatlar edəcək deyə. İnanın mənə, bax siz olsanız gedərdiniz. Bax hamı mənə deyir ki, biletin alınıb, hər şey otel ayarlanıb. Dur get Viyana'ya, özdə olmadığım şəhərdir. Günel, kim axtarırsan? Salam, Xoşqadam xanım. Salamlayıram hər kəsi. Mən qardaşım Əliyev Samir Tahiroğlu'nu axtarım. Harada axtarırsan? Samir 2023-cü il noyabrın 18-dən sonra yəni heç kimlə əlaqəsi olmayıb. 2021-ci il? 23. Haradaydı? 2 ildir. Lipetiskdə olub axırıncı. Ola bilərmi ki, müharibə yaparsın? Xeyr, müharibə artıq gedirdi. Biz ondan əlaqə saxlayırdıq, danışırdıq, hətta görüntülü belə danışmışıq. Ola bilər sizə deməyib də müharibəyə getdiyini. Yaxşı, biz onu araşdırarıq. Vermirsən də şəkilləri. Səndən xəbəri hər an vermək istəyirəm. Ay gözəl Rəna xanım. Neçə illərdir qardaş axtarır bu qadın. 15 il. 15 ildir Maksudu deyib, bax, bütün Rəna xanımı bu efirdə görməyən yox. Allah bir gün mən... Axtaran belə olar. Yoxsa 30 ildən sonra mənim atam axtarım. Görürsünüz, bu verilişdə nə vaxt gəlsəm bu qadın burada oturubdur. Bax, indi mən Məhbubəni qınamayacağım. Çünki o qız anasını bilmirində hardadır, bir qaynana yanındadır. Bəzən qızları qınamaq olmur axı, qız uşağıdır, bəlkə icazə vermirlər düşdüyü ailədən. Amma bir kişi qızını axtarmırsa, mən buna yaxşı deyə bilmərəm. İnciməyin məndən. Məhbubə xanım gəlsin bura. Biz heç vaxtı qadınları, qızları qınamayaq. Heç vaxt. Qızları qınamıram, atalarını qınayıram, ay Xoşqədəm xanım. Qızları mən heç bir qınadı, mənə yaxşı qızlar da çıxıblar bura, atalarını axtarırlar. Amma dəyməz də. Bir məqam dedi o xanım, Məhbubə oldu da adınız. Orada bəyəxləri bir söz dediniz. Dediniz ki, biz gedəndə babanız icazə vermədi də. Dedi, gedirsiniz gedin, amma mənim övladımı aparmayın, düzdürmü? İndi qaydanda da, oradan gələndə də sizin atanız sizi gətirdi. O sizin atanızdır, o da onun atasıdır. Gəlin tərəziyə qoyaq da. Yəni, mən sizin atanızı alqışlayıram. Mən demirəm sizin ananız pis olub. Yox, ona keçmirəm. Yəni, istənilən bir Azərbaycanlı kişisi həqiqi bizim mental dəyərlərimizə görə. Şəxsən mən də olsaydım adım atardım. Niyə? Niyə üzr istəyirəm? Çünki siz qız uşağısınız. Və indi sərbəst şəkildə öz ananızı axtara bilərsiniz. İraq, sizin atanız heç vaxt düşünməyib ki, sizin ananız pisdir və s. Amma siz təsərinizə gətirir. Siz orada böyüsəydiniz nə olardı? Böyüsəydi də həyatı, ananın yanında heç vaxt qızların... Atan ona görə qoymadı onu. Düz eləyib də atanız. Atanız sağdır, Allah canını sağ eləsin. Sağ da atan. Bəli. Gərək o bura gələyib. Çox düz eləyib. Onunla mən danışardım. Deyərdim, sən hansı ixtiyarla qızı öz atadan ayrıldı, atasını bax DNK üçün gəlir. Qız uşağına hər zaman ana lazımdır. Ana birinci növbədə lazımdır. Anadan ayırmaq olmaz qızı. Hər övlada ana lazımdır. Oğlan qız fərqi yox. Atadan deyil, birinci anadan yetim qalır. Söz. Amma sizə deyim. O qızların, Ramil bəy, o belə ürəkli böyüməsini anası böyüdür. Yox, sözsüz. Atanın yanında onlar o cür belə böyüməyəcək. Xanım, mən demirəm ki, ana pisdir və s. Yox, birinci övladın fərqi yoxdur. Qız, oğlan, ana anadır, atanın öz funksiyası var. Amma bu vəziyyətdə, yəni bu
şəraitdə mən düşünürəm ki, ata düzgün addım atıb, özü üçün yox, o həmin o yoldaşı üçün yox, Svetlana xanım üçün yox. O nə eləyibsə sizin üçün eləyibdir. Qızı üçün düzgün addım. Aydın, düzgün, mən şəxsən düzgün addım hesab etmirəm və bugün Rauf burada nə üçün oturubdu? Övladı üçün oturubdu. Övladı göstərilmir, uşağa adı həqiqətən dəhşətdir. Necə yəni, mən DNK vermək istəyirəm ki, görüm. Buyur, ay oğlum. Əvvəla, hamını salamlayıram, hörmətli ekspertləri, Xoşqədəm xanımı, izləyiciləri. Demək istəyirəm ki, bəli, 8 ildir mən vuruşuram, öz oğlumu adıma keçirdə bilmirəm. Və 3 ildə, keçən səfər vurğuladığım kimi, ruh xəstələrin içində uşaqlarımı saxlayırdı. Mən dəfələrlə məhkəməyə müraciət eləmişdim ki, uşaqlarımı heç olmasa ya barışaq, bir yerdə yaşayaq, ya ev tutum, ya Bakıda qal. Uşaqlarım orada fiziki zorakılığa məruz qalmasınlar. Buna baxmayaraq, özü məndən alimenti alırdı. Mən də yəni, hər kişi alimenti ödəməlidir ayrılıqdan sonra. Bu normal bir şeydir. Mən də alimenti ödəyirdim vaxt-vaxtını, hətta artılaması ilə ödəyirdim. Amma uşaqlarıma görə. Sən demə, bu da Bakıda mənim alimentimə ipoteka özünə ev götürüb. Uşaqları atıb ana evində, ruh xəstələrin içində, özü anası da xəstədir. Daha Yaxşı, sonra... bu uşağı Rusiyada, Rusiya vətəndaşı olacaq deyə öz atasının adını yazdır. Sənin adını yazdırmadı. İndi uşaq Azərbaycandadır. Sən tələb etmisənmi ki, gəl gedək, mən uşağımı öz adıma keçirəm? Bəli, dəfələrlə müraciət eləmişəm, özünə də demişəm. Özündə. Ay oğlum, bax özündədir. Bax 8 ildə deyirsən uşağımın adını, atamını yazdıra bilmirəm. Mal, dövlət, ev üçün bütün hər şey, qürurunuzu, şəxsiyyətinizi itirirsiniz. Sən evdən ötər, Rusiya vətəndaşı olsun, orada uşaqlar üçün bəzi şeylər verir. Nə üçündür? Nə üçündür? Nə üçündür? Hörmətli ekspertlər, bir dəqiqə zəhmət olmasa qalsın. O suala cavab ver, nə üçün? Nə üçün? Bəs mən sualıma cavab verməm. Uşaqları Almaniyada olan Məhəmməd var da. Onun vəziyyəti olmasın deyə mənə dedi ki, Rusiyadan biz qayıdarkən dedi ki, sən uşağa ad versin, uşağı bizdə tamojnada əlimizdən alacaqlar. Mən də qorxdum, ad vermədim. Alda, niyə? Niyə sənin uşağını niyə sənin əlindən alsınlar? Çünki o Rus vətəndaşlığına vidnajительствоda, yəni oturum almaq istəyirdi daimi. Mən də ondan nicahım yox idi. Əzizim, bir dəqiqə Rusiyada kimsə sənin əlindən o tamojnada uşağı ala bilməzdi. Mən elə qorxuzdular, o bir səhvim idi, ola bilər bir ki, əzizim, avamçılıq sən olub. hüquqlarını müdafiə edən adam oxşuyursan. Sən necə yəni sən... Nicahım yox idi həmin ərəfədə. Nicahın yox idi. Bu onda tək ana sayılırdı. Tək ana kimi də bu uşağı ilə gedə bilir. Yox, yəni uşaq dünya Rusiyada gəldi. Nə olsun Rusiyada gəldi? Azərbaycana dönüb istəyirdim ki, orada istəyirdim adımı keçirdim. Bəli. Uşaq tək anadır. Sən də atalıq deyil. Mən sual verirəm, ay vəkilim. Tək anadır bu. Atalıq qrafasında da heç nə yoxdur. İstədiyi şəxsin adını yazdıra bilər. İstədiyi şəxsin adını yazdıra bilər. Bu günləri siz, mən belə başa düşüm ki, döyüşürsünüz ki, uşağınızın sizə aid olduğunu təsdiq eləyəsiniz. Düzdür? İndi bir sual verin. Bəyək dediniz, aliment ödəyirəm, alimenti də ödəmə. Əgər orada atadır siz deyilsizsə, alimenti necə ödəyirsiniz? Mənim 2 uşağım var. Biri mənim adımdadır. O adını olanı ödəyir. Getdim, məhkəmə zalında, xahiş elədim, dəfələrlə iddia arzəsi verdim ki, harda, istəyirəm Rusiyada? Ki, təsdiqliyim Azərbaycanda artıq. Dəfələrlə dedim ki, mən istəyirəm ki, uşaq mənim adıma keçsin. Mənə orada elə bir neçə nəfər deyir ki, niyə inirsən, aliment ödəyəcəksən artıq. Dedim, evi yox. Tək ki, mən adı verim, sabah birdən başıma bir iş gəlir, ölərəm. Oğlum deməsin, bu necə atadır, mənə adı vermədim. Mən ona da razı qaldım. Hətta aliment də ödədim 5 il oğluma. Adıma olmaya, mən aliment ödəyirdim. Amma adın nə oldu? Adınız nə oldu? Yox, adı nə oldu? Rauf bəy. Bəli, ödəmişəm. O niyə millət demir, mən niyə ödəmirəm? Mən deyir, ona da baxıram da sadəcə uşağına atalı verir. Siz danışırsınız, bəlkə nə isə gizlədirsiniz burada. Heç nə gizlətmirəm. Burada sübut da var, fakt da var. Məsələ də bir odur ki, daha yəni 3 il ərzində vuruşdum ki... Üzr istəyirəm, sözünüzü kəsirəm. Bilirsiniz nəyə görə deyirəm, nə isə gizlədirsiniz. Heç bir qadın uşaq dünyaya gətirdiyi kişinin adını mütləq deyil ki, gizlətsin. Bəzi hallarda olur. Amma bu vəziyyətdə haradasa sizin dediyiniz inandırıcı gəlmir. Nə isə
Bax, məsəl üçün, haşiyə çıxım, bu qardaş hardaydı atasını axtaran? Atasını axtaran İmam burada, verdi. Süleyman. Süleymandır da. İbrahimov Siz İmam verdi, Şahbaz oğlu axtarılır bu arada. onun ehtiyat elədiyi insanlar sizin yaxın çevrənizdədir, insan və ya insanlar. Ola bilər. Yox, düşünmüsən? Ola bilər. Ha? Amma demisən onu Xoşqədəm xanıma. Niyə deməmisən? Yəni, sən də əziz qardaşım, Mənim yalan danışıqlıq etsəm yoxdur, yığa bilərsiniz, telefonla bu dəqiqə əlaqə saxlaya bilərsiniz. O oğlan mənim yanıma gəlməmişdi hələ. Mən dünən onunla telefonla danışanda gecə özüm, olur ki, mən o xüsusən axtarışda olanlar, yəni mənim işim bu araşdırmadır deyə, axtarışda olanlar birdən elə bil Allah mənim yadıma salır. Gecə mən bu talihini fikirləşdim İmamverdi kişi haqqında, bu oğlanın da danışığın. Mən bizim əməkdaşlara dedim ki, o oğlanı bugün mənimlə, onun oğlunu bugün mənimlə görüşə çağırın. O içəri girəndə mən sənə nə dedim? Mən sənə dedim ki, buradan cinayəti iyi gəlir. Bilmirəm, ha, bu noyabrda bıçaqlanıbdır. Dedim ki, bu axtarışda bir cinayət qoxusu gəlir. Onu deyəndən sonra mənə dedi ki, Xoşqədəm xanım, noyabr ayında atam bıçaqlanmışdı. Yəni, mən onun nəyi deyib, nəyi deməzinə ehtiyac yoxdur. Xoşqədəm onu özü bir çıxardı. Yox, misal üçün dedim, mən bunu hardan biz analiz edirik? Sizin o danışıqlarınızdan, Rauf bəyin Azərbaycanlıdır, amma... Adı nədir? Bir dənə şəkli verin. Azərbaycanlıdır, amma... Şəkli verin. Amma Azərbaycan qadını belə hərəkət eləməz. Bəli. 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 Heç Azərbaycan kişisi də icazə verməz ki, onun adına başqa adam adı yazılsın. Bircə saniyə, üzr istəyirəm. Fuad budur. Rauf, bəli. Rauf, budur, bəli. Budur, hə? Əvvəl hicablı olub, indi hicabsızdır. Açıbdır hicabı. Bəli. Fərq etməz, o onun öz istəyidir, mən sadəcə istəyirəm ki, əgər bizi izləyirsə, adı nə idi? Əsmətdir adı. Əsmət, evlidir, ailəlidir indi. Subaydır. Əsmət xanım, zəhmət olmasa bizimlə əlaqə saxlayın. Telefonlara da cavab vermir, bəlkə özü zəng eləyə bilər. Və dostlar, istəyirəm Hüseyin üçün gələn, açıqlayım heç olmasa bugün bir. Amma dünənləri Damla ilə bağlı nələr yaşandı. Anasını, mən Damlanı gördüm. Damlaya yazığım gəldi, sizə açıq deyirəm. Mən bu qıza inanmırdım, amma orada dediyi hər şeyi ana təsdiqləyirdi ki, Anası çox yaxşı qadın idi. Əksinə, mən anasını çox bəyəndim. Çox yaxşı qadın idi. Mən elə fikirləşdim ki, burada nə baş versə Damlanın üzərində. Mən demirəm, anası pis qadındır, amma Damlaya onlar zülm eləyibdi. Zülm eləyən evdən qaçır. Ay Xoşqədəm xanım. Elə zülm elədiyi üçün evdən qaçırdı. Ay yoxsa Hansı zülmə dözürlər? Ana adama zülm eləyə bilər. Ana, bəli, analar var ki, zülm edir. Evdən qaçıb, nə bilim, ana utanır deyə, qızının hərəkətlərindən ana utanırdı. Ana nəyindən utanacaq? Xoşqədəm xanım, üzr istəyirəm, mən də hamı bağışlasın. Qadının danışığı da, qadının oturuşu da, qadının nə bilim, sosial şəbəkələrdə danışdığı sözlər də, bunlar əxlaqdır. Dünya qədər adam var, özünü bərbad dünya qədər adam var, amma səni kimi heç kəs, səni kimi barmaqla sayılacaq qədərdir. Barmaqla, bir qadın sosial şəbəkədə ağzına gələn danışırsa, 5 yaşlı uşağının yanında gecə saat 2-yə qədər, 3-ə qədər canlılarda qalırsa. Canlıda niyə olmur? Hamıya canlı olur ki, axırıncı dəfə. Mənim ki, həyatımda, azad həyatımda saat 4-ə qədər də canlıda olaram. Azad həyat mənimdir. Qışqırma səsin sonunu al. Və sizə sual verirəm. Damla, buradakı tamaşaçıya da, Damla hansı qəhrəmanlıq eləyib ona ev verilsin? Mənə deyin görüm, Damla nə eləyib ki ona ev verilsin? Damla oğul böyüyəcək, qəhrəmanlıq eləyəcək. Mən, o qədər qəhrəmanlarımız var ki, hələ, sən ehtiyac yoxdur. Damla nə eləyibdir? Burada ehtiyacı olan insanlara ev verilir. Tək qadınlar, elindən, obasından, evindən qaçıb gələn qadına burada haqq verməyək. Onun arxasında olsaydı, tək qadınlar çoxdur. Ailə olsaydı, onun zibillikdə nə işi var idi? Həqiqətən də, yəni bir ailəsi, qardaşı... Qısa bir ara verək, dostlar, qısa bir ara verək, davam edəcəyik.